ümumiyyətlə sahabələri sövməyin hökmü nədir? Sələfdən bəzi alimlərdən gəlib ki, fasiqlikdir, bəzi alimlər qeyd ediblər ki, küfürdür. Sahabələri sövməyin, onlara tənə etməyin, yəni bidət, zəlalət, fasiqlik olduğunda heç bir ixtilaf yoxdur. İxtilaf nədədir? Bu insanları dindən çıxaran böyük küfürdür ya yox. Və bu məsələdə təfsilat var. Və təfsilat nədir? Təfsilat budur ki, əgər bir kəs sahabələrin çoxsunu və ya əksəriyyətini mürtəd, kafir görürsə, rafislər kimi. Deyirlər ki, 4, deməli, Kitab-ül Kafidə 2 rəvayət gəlir. Onlarda ən etibarlı rəvayət kitabında. Birində gəlir ki, 4 sahabədən başqa hamı mürtəd oldu. Bir rəvayətdə gəlir 7 sahabədən başqa. Və bədbəxtçilik bundadır ki, onların hədis alimləri oturub bu hədisləri cəm edirlər. Yəni, 4 sahabədir, yoxsa 7 sahabə. Və belə cəm edirlər ki, Abu Bakır, yox, elə o 4 nəfər həmin 7 nəfərin içində var. Sadəcə olaraq deyirlər ki, Abu Bakır radiyallahu anhu xəlifə seçiləndə 4-ü həmən ona qarşı çıxdı. Bu hədis ona aiddir. 3-ü tərəddüddə idi, sonradan haqqa qayıtdılar. Bu da oldu 7. Və rəvayətləri cəm elədilər. Yəni, müsibət nədir? Yəni, 7 sahabədən başqa mı kafir olub? Buna etiqad edənin özü kafirdir. İmam Malik rahiməhullah Fəth surəsi 29-cu ayəni dəlil gətirir buna. Biz havadan danışmırıq. Allah kəlamıdır. Buna etiqad edənin canı da çıxsa bu ayəni oxuyur. Muhammedur Rasulullah. Muhammed Allahın Rasuludur. وَالَّذ۪ينَ مَعَهُ Onunla bərabər olanlar. Əşiddəu aləl kuffar. Kafirlərə qarşı şiddətlidirlər. Ruhamau beynəhum. Öz aralarında mərhəmətlidirlər. Və sonra Allah subhanahu və teala sahabələri vəsf edir. Və sonra buyurur ki, bu vəsflər onların İncildə olan vəsflərdir. Yəni, sahabə nəsli doğulmuyub. Allah azza və cəllə İsa'ya nazil etdiyi İncildə onları vəsf edir. Və sonra buyurur ki, Tövratda olan vəsfləri isə belədir. Və sonra ayənin axırında bütün bunları nə üçün qeyd edir? İllətini, səbəbini gətirir. لِيَغِيظَ بِهِمُ الْكُفَّارِ Bununla kafirləri qəzəbləndirmək üçün. لِيَغِيظَ بِهِمُ الْكُفَّارِ Allah azza və cəllə bunları qeyd edir ki, bununla kafirləri qeyzə gətirmək üçün. O bizdə bir misal var, deyir, filan kəsin qeyzdən, hiddətdən, qəzəbdən ürəyi partladı. Allah azza və cəllə buyurur ki, kafirlər bu hala gəlsin deyə bunu qeyd edirəm. İmam Malik rahiməhullah bu ayəni dəlil gətirir, bu ayəni. Və deyir ki, sahabələrə tən edənin hökmü budur. Kim Allah Rasulunun əshabını münafiq, kafir görürsə, bu ayə ilə onun özü kafirdir. Və həmçinin bu nas olan dəlildir. Yəni, Qurandan. Və həmçinin əqli dəlillərdən birisi də, biz bilirik ki, Quran və sünnənin nəql edənlər kimlər olublar? Sahabələr. Yəni, təsəvvür edin, nəql edənə tənə etmək, nəql olunana tənə etmək sayılmır? Elədir. Əgər sən sahabələrə tənə edirsənsə, bu birbaşa bu tənə qayıdır nəyə? Quran və sünnəyə. Ona görə alimlərdən biri deyir ki, Allah Rasulunun əshabına tənə etmək istəyən insanların məqsədi əslində Allah Azza və Cəllənin dini olub. Onlar dini yıxmaq istəyiblər. Onların hədəfi Quran və sünnə olub. Lakin müsəlman ümmətinin önündə açıq aydın bunu edə bilmədiklərindən ötürü, təsəvvürlə insan çıxır, açıq aydın Qurana tənə edir, sünnəyə tənə edir. Bu mümkün deyil. Bunu birbaşa edə bilmədiklərindən ötürü bunu nə edirlər? Dolayısıyla yolla. Nəql olunana, Quran və sünnəyə tənə etmək üçün onları nəql edənə tənə edirlər. Yəni sahabələrə. Və bu küfürdür. Çünki sahabələrə tənə Quran və sünnəyə tənədir. Və bu da küfürdür, açıq aydın. Və ümumən sahabələrin hamısının və əksəriyyətinin kafir olduğuna etiqad etməyin özü küfürdür, böyük küfür.
Həmçinin sahabələrin dinlərində ittiham etmək. Bu küfürdür. Dinlərində ittiham etmək necə? Yəni, sahabələri ittiham etmək iki növdür. Biri var, sən sahabəni dinində ittiham edirsən. Yəni, sahabə münafiq olub. Aydındır. Məsələn, deyirsən ki, Allah Rasulunun Abu Bakr radiyallahu anhunu özü ilə birlikdə hicrət zamanı götürməsi, özünə yoldaşı etməsi, biz bunu Abu Bakr üçün necə zikr edirik? Fəzilət kimi, yoxsa fəzilətdir də. Yəni, biz yox, ağıl sahibi, yəni, uşağa, kimə danışsan bunu, deyəcək ki, nə yaxşı insan olub. Heç Abu Bakrı tanımıyam. Kafirə belə danışsan, belə deyəcək. Gör, onlar rafizlər barədə nə düşünür? Onlar deyirlər ki, o münafiq olub. Allah Rasulü onu Məkkədə qoymadı, özü ilə apardı ki, bu xəbəri ətrafa çıxarmasın. Ətrafa yaymasın. Yəni, ağıl görün necə işləyir. Yəni, o qəlbdə ki, vallahi belə də etiqad edirlər buna. Etiqad edirlər ki, Allah Rasulü Abu Bakrı, çünki niyə görə? Çünki ağıl sahibi bilir ki, bu Abu Bakrın fəzilətinə dəlalət edir. İndi bu fəziləti aradan çıxarmaq üçün nəsə uydurmaq lazımdır. Və bunu uydurublar. Uydurublar ki, yəni Abu Bakr münafiq olub, gizlədib, Allah Rasulü öz əmniyyəti üçün özü ilə götürüb ki, bu xəbər qırağa çıxmasın. Təbii ki, Allah bir insandan ağlı alanda belə olur. Və ona görə məsələnin bir tərəfini düşünəndə bir tərəfini düşünmürlər. Yəni, düşünmürlər ki, yaxşı, bəs mağarada müşriklər gəlmişdilər, ayaqların altlarına baxsaydılar, Abu Bakr və Allah Rasulunu görürdülər. Elə Abu Bakr elə həmin məqamda fürsət idi də. Xəbər versəydi və Allah Rasulunu orada müdafiə edəcək başqa bir insan da yox idi. Xəbər versəydi və məsələ bitmişdi. Və elə özü orada öldürsəydi. Aydındır, burasını düşünməyiblər. Yəni, sahabənin dininə təni etmək küfürdür. Amma bir də var sahabənin xislətinə, əxlaqına təni etmək. Bu küfür deyil. Bu fasiqlikdir. Bu bidətdir. Bu zəlalətdir. Demək ki, hansısa sahabəni gözdən salmaq üçün qorxaq olub, yaltaq olub, məsələn, tən etmək qəsdi ilə demək ki, elmi az olub, rəhbərliyə həris olub, mal yığmağa həris olub və bu kimi. Həmçinin fəziləti mütəvatir olan, fəziləti barədə çox saylı hədislər varid olmuş bir sahabələ dil uzatmaq ilə, məsələn, fəziləti barəsində tutalım, heç bir rəvayət, hədis varid olmayan bir sahabəyə təni etmək arasında alimlər fərq qoyublar ki, deyiblər, ola bilsin, bunun üçün üzr olmasın, amma bunun üçün üzr olsun və bu kimi. Allah Rasulunun əshabına tənə etmək nifaq münafiqliyidir və necə ki Allah Rasulü aleyhissalatu vesselam Sahih Müslimin rəvayətində buyurur ki, ənsarı sevmək imandan və onlara buğz etmək nifaqdandır, münafiqlikdir. Və fikir versəz, burada İmam Əhməd belə bir adamın bu bidətindən dönməsi üçün hansı şərti qoyur? Deyir ki, həttə yətərəhhəm aleyhim cəmiən. Hətta onların hamısına Allahdan rəhmət diləmədikcə dili ilə və yəkunə qalbuhu ləhum səlimə. Və qəlbi də onlar barədə, sahabələrin hamısı barədə səlim olmadıqca o insan bu bidətindən xilas ola bilməyəcək. Deməli, həmçinin bayaq zikrlədiyim hədisdə Allah Rasulü buyurur ki, وَإِذَا ذُكِرَ أَصْحَابِ فَأَمْسِكُوا. Mənim əshabım sizin yanınızda zikr ediləndə öz dilinizə sahib durun.
Allah Resulü aleyhissalatu vesselam hansısa bir sahabəni istisna etdi, etmədi? Etmədi. Mənim əshabım və bütün sahabələr bura daxildirlər.